Təbrizin tarixi bazarındayıq. Bura Dördqəbirlərdir. Gəlin görək buranın tarixi nə mənədir. Dördqəbirlər tarixi Təbriz bazarının məhdudəsində yerləşibdir. Bu tarixi bina Səlcuqlular zamanına aiddir. Burada 2 Səlcuqlu şahın məzarı var və elə onun yanında da 6 dana Rəvadi silsiləsinin əmirlərinin qəbri vardı. Məlikşah Səlcuqinin nəvəsi olan Sultan Məhmud Səlcuqi və Sultan Məsud ibn Qılıc Ərsəlan Səlcuqi bu binada məzarları yerləşibdir. Sultan Məhmud 12 il yarım Təbrizdə hökumət elədi və elə bu şəhərdə dünyadan keçib və bu məzarda toprağa verildi. Dördqəbirlər məcmuəsi tarixi və ictimai ləhazdan çox əhəmiyyətli bir yerdir və Təbriz şinasnaməsinin böyük bir qismətini özündə daşıyır. Buranın qorunması və saxlanması bütün Təbrizlilərin və bəlkə bütün İranlıların arzusudur. Bu tarixi binanın mərəmməti neçə ildir ki, İdarə-i Külli Miras Fərhəngi Azərbaycanı Şərqi tərəfindən başlanılıbdır və deyilənlərə görə bu ilin axırınacan bu mərəmmət işi qurtaracaqdır. Təbriz Bələdiyyəsi də elə bazar məntəqəsində və bu yaxınlarda cidarəsazi işləri və bazarın gözəlləndirmə işlərinə məşğuldur.